Xoş gördük sizi dəyərli izləyicilər. Mediator uşaqların hüquqlarının qorunması üçün nə edir? Bu kimi suallara Barış Körpüsündə bugün Nərgiz xanımla aydınlıq gətirəcəyik. Buyurun Nərgiz xanım. Ümumiyyətlə, mediasiyada uşaqların hüquqlarının qorunması üstün səviyyədə aparılır. Onların mənafeləri hər şeydən üstün tutulur. Uşaqların psixoloji, sosial mənafeyinin üstünlüyü mediasiya işinin əsasını təşkil edir. Belə deyək ki, mediator mübahisə zamanı valideynlərdən kim haqlıdır araşdırmağa yox, onların uşaqları üçün daha nə yaxşıdır, nə daha gözəl ola bilər mövzusu üzərində işləyir və bunu mübahisə tərəflərinə çatdırır. Həmçinin mediasiyada uşaqların mənafeləri belə qoruna bilər ki, mediasiyada gizlilik qorunur ki, bu da uşaqların gələcəkdə belə deyək, öz ailə məsələlərini kənar uşaqlar, şəxslər tərəfindən qorunmasına gətirib çıxarır. Hər hansı bir stres yaşamasının qarşısını alır. Hətta uşaqların uşaqlar özləri istəmədiyi təqdirdə ehtiyac duyulsa belə mediasiyada iştirak etməmələri təmin olunur. Mediasiyada baxılan uşaqlarla bağlı məsələlər var ki, uşağın kimin yanında qalacağı, onun alimenti, hansı şəraitdə yaşayacağı, birinci və ikinci dərəcəli qohumlarla görüşü, xaricə çıxarılması və s. Bütün bu mübahisələr zamanı mediator əgər görsə və bilsə ki, bu uşağın sağlam böyüməsinə, təliminə, təhsilinə, həyatına hər hansı mənfi təsir göstərəcək amillər var, o mütləq surətdə bu barədə gizlilik qorunsa belə uşaqların mənafelerini qorunmaq üçün müvafiq orqanlara xəbər verir. Nərgiz xanım, mediasiya zamanı əldə olunan sazişin hüquqi baxımdan keçərliliyi varmı? Əlbəttə ki, var. Mediasiyada saziş bağlandığı gündən qüvvəyə minir. Yəni, tərəflər özləri öhdəlik götürürlər ki, onları könüllü formada həyata keçirsinlər. Əgər sazişdə müəyyən müddət vaxt göstərilməyibsə, saziş bağlandığından 10 gün ərzində tərəf tərəfindən könüllü formada həyata keçirilməlidir. Düzdür, tərəf tərəfindən könüllü formada həyata keçirilməyən hallar da var, mövcuddur. Əgər tərəf könüllü formada sazişin icrasından boyun qaçırırsa, bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həll olunur. Yəni, vətəndaş könüllü formada icrasından boyun qaçırırsa, onda qarşı tərəf onun məcburi icrası üçün məhkəməyə müraciət edir. Sağ olun Nərgiz xanım, təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Çox sağ olun dəvətiniz üçün. Sağ olun.